2026-cı ildə dövlət büdcəsindən icbari tibbi sığorta fonduna ayrılan vəsaitin öncəki illə müqayisədə əhəmiyyətli dərəcədə azalacağı nəzərdə tutulub. Belə ki, büdcədən fonda 900 milyon manatın ayrılması planlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5% azdır. Dövlət büdcəsindən ayrılan vəsaitin azalması fonda digər mənbələrdən daxil olan vəsaitin artacağına işarə edir. İşə götürən və işçi tərəfindən ödənilən sığorta haqqının artırılacağı haqda isə məlumat yoxdur. Məlum olan budur ki, 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən yararlanmaq üçün bəzən sığorta haqqı ödəmək kifayət etməyəcək. Belə ki, tibbi sığorta haqqında qanuna görə ilkin tibbi sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə, şəxs bunun üçün əlavə ödəniş etməli olacaq. Ən əsası isə qanuna görə heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən icbari tibbi sığortanın xidmətlərindən istifadəyə görə ödəniş edəcəklər. Söhbət ondan gedir ki, indiyədək həmin şəxslər bu xidmətlərdən dövlət vəsaiti hesabına istifadə edirdilər. Bəs işləməyən şəxslər üçün illik icbari tibbi sığorta haqqı nə qədər olacaq? İqtisadçı Xalid Kərimli deyib ki, işləməyən şəxslər icbari tibbi sığorta sistemindən faydalanmaq üçün 2026-cı ilin yanvarın 1-dən minimum əmək haqqının 48% qədər ödəniş etməlidirlər. Hazırda minimum aylıq əmək haqqının 400 manat olmasını nəzərə aldıqda, sözü gedən məbləğ illik 192 manat təşkil edəcək. Əks təqdirdə hər bir tibbi xidmətdən istifadəyə ödəniş edilməlidir. Hazırda təkcə ixtisaslı həkim müayinəsinin qiyməti 38 manat təşkil edir.